İlxoz Kolxozoviç Komsomolski. Elə bilirsən ki, sənin peşini buraxacam mən. Yəqin bəziləri fikirləşirlər ki, Orduxan Tay videozad da paylaşmır. Həftədə bir dəfə çıxır İlxoz Kolxozoviç, Milxozoviç eləyir. Mənim illərdir danışmalarım, mübarizəm, şərəfli mübarizəm, şəffaf, yəni heç bir mənfəət güdmədən şərəfsizlərin hamısına qarşı mövqe ortalığa qoyaraq səhvlərini üzünə deyən, öz səhvlərimi qəbul edib öz üzərimdə durmadan işləyən mübarizə sərgiləmişəm, ortalığa qoymuşam. Və buna görə də heç bir nəticə vermir. Ona görə də görürəm ki, ortalıqda elə mübarizə, çubarizə, müxalifət eləyənlər hamısı yox. 95%-i mənfəət güdən, ya övladın Avropaya qaçırtmaq istəyən, ya nə bilim özü Avropaya qaçmaq istəyən, Azərbaycanı tərk etmək istəyən və ortalığa qoyduqları bir dənə də müəmmalı bir slogan var. Azərbaycan düzələn deyil, qaçın, Azərbaycandan çıxın gedin. Və bu nağılları, bu mənfəətçil insanların axmaq danışmalarını eşidən gənclər də çəmədanların hazırlayırlar. Ortalığa neynəsinlər yazıqlar. Məsəl üçün mənə yazanların, deyənlərin əksəriyyəti 99%-i salam nətərsən qardaş, yaxşıyam. Bu Avropaya nətər gələ? Yox, bir-iki dəfə yazır ki, yox, dəstəkləyirik, sən belə heylə, mübarizə, zart, part. İlxoz Kolxozoviç şərəfsizdir, mehri quşdur, mehri xoşdur, budur, nə bilim, ailə, sülalə dağıdırlar. Özdə hamısı mənim mübarizəmdən bəhrələnərək, hamısı da ilham eləyir. Polisə də 3-4 min dollar verirlər, çağırış, polisə çağırış, ya prokurorluğa çağırış, ya bandadelə çağırış adı ilə sənət alırlar. Çünki təpədən dırnağa Heydər Əliyev sülaləsi və özü Heydər Əliyevin qurduğu sistem rüşvət üzərində qurulub, əxlaqsızlıq, tərbiyəsizlik, yerribazlıq, ailebazlıq üzərində qurulub. Ona görə də bütün %100 məmurlarının hər birinin var yoxunu satmağa yəni hazırdılar. 500 manat ver, ailəsini satsın sənə. Bu sülalənin bütün mübarizi, bütün məmurları bu gündədirlər. Çünki özləri bu nümunəni yaradıblar, hakimiyyətə gəliblər bu vasitələrlə. Ona görə də Azərbaycanı elə günə qoyublar ki, gənclər bu axlaqsız insanlardan eşidir ki, bala qaç. Çünki məmurların özləri xəstələnirlər, xaricdə müalicə alırlar, övladlarının hamısı xaricdə oxuyurlar, ya nə bilim də axmaqlıqlarla, oğraşlıq, namussuzluqlarla məşğuldular. Qazandıqları deməyək, Azərbaycanı talan edib əldə etdikləri vəsaitlərin hamısını xaricə yatırdılar. O Azərbaycanda mülkləri var, malları var, nələri var, onlar hamısı o pulun qırım-qırtısı ilə əmələ gələn şeylərdir. Yəni Azərbaycanda da bir şey olsun. Onu da ki, dövlət səviyyəsində bu şərəfsiz sülalə məcbur edir onlara ki, Azərbaycana pul yatırtsınlar. Greenwash deyirlər İngilizcə. Rejim özünə ad qazansın ki, Azərbaycan çiçəklənir, Azərbaycan belə olur, Azərbaycan heyli olur. Halbuki Azərbaycanda kanalizasiya sistemi yoxdur. Azərbaycanda transport sistemi yoxdur, public transportda yəni. Azərbaycanda heç bir sistem işləmir. Elə gözə üfürdükləri o
binalar, zadlar şəhərin mərkəzində Sibristi, Mibristi, nə bilim nədir, sülalənin hamısı, hərəsi, bütün körpələrindən tutmuş yaşlılarına qədər hamısı milyarderdirlər. Azərbaycana yatırdıkları əgər 1 milyon yatırırlarsa, demək 100 milyon bunlar xaricə qaçırdırlar. Və bütün durmadan ətraflarına yığdıkları yaltaq şərəfsizlərin vasitəsilə Azərbaycan xalqının mərd hissəsini, Azərbaycan xalqının hər şeyi gördüyü hissəsini qorxu altında, nə bilim, təhdid altında, iğrenç metodlarla nəzarətdə saxlayırlar. Çünki hakimiyyət yaşamalıdır ki, bu yaltaqlar da 5-3 manat yal, qırım-qırtı tapsınlar, yesinlər. İndi Orduxan istədiyi vaxt çıxır, nə bilim, nə inir, belə eləyir, deyənlər var və bilirəm. Bunun da hamısı bu hakimiyyətin şərəfsizləri var. Müxalifət adı ilə ortalığa düşüblər. Onlar yayırlar belə axmaq şeyləri. Çünki onlar birbaşa DTX-dan, nə bilim, prokuraturadan, Adil Əliyevdən, Daxili İşlər Nazirliyindən, Mehribanın ətrafında olan o küçüklərdən göstəriş alırlar ki, belə danışmaq lazımdır, belə eləmək lazımdır, belə eləmək lazımdır. Amma tarix, son illərin tarixi, hətta uzağa getməyək, tarix onu göstərib ki, bütün diktaturalar məhv olur, biabırcasına, şərəfsizcəsinə, qaçanı qaçır, öldürüləni öldürülür, nə bilim, dubinka dalına soxulanlar soxulur, nəsli kökü qırılır, kökülür, adicə Şah Pəhləvi ailəsi. Fikir verin, başlarına nə oyun gəldi. Onun yerinə gələn İran rejimi yaxşı rejim deyil. Amma yəni bu fəsad doğurur. Belə rejimlər 20 il, 30 il, 40 il maksimum hakimiyyətdə qalandan sonra ölkənin başına elə fəsadlar açılır ki, bunlardan əclafı gəlir hakimiyyətə. Çünki normalları, yaxşıları, intelligentləri məhv edirlər, qaçırdırlar. Hansı yollarlasa onları sustururlar. Ortalıqda olan bunlara bənzər oğraş-moğraşlar da pusuda durub gözləyirlər ki, bunlar devrilən kimi hakimiyyətə gəlsinlər və bu çox çəkmir onsuz da. Onun üçün də Azərbaycan xalqının o şərəfli hissəsi ortalıqda qalmalıdır və bunlar devrilən kimi biz devirəcəyik bunları. Bu mümkünsüzdür, yəni bunlar qala bilməzlər. Ətraflarında olan o diktatorlar hamısı zirzibil kimi sel gələndə o Bakını su basmışdı. Elə o su ilə, su yoxa çıxanda da bunlar yoxa çıxıb gedəcəklər. Ona görə də gözəl xalqım, şərəfli təmiz mübarizə aparan insanlarla heç vaxt dalga geçmeyin Türklər demişkən. Yəni, biz şərəfli insanlar mübarizəmizi şərəfli qururuq. Hər hansı bir mövqe için, mənfəət üçün qurmuruq. Haqq üçün, ədalət üçün, ölkəmiz üçün, vətənimiz üçün, vətənimizdə olan şərəfli insanların parlaq gələcəyi üçün biz mübarizəmizi əsas dayaqlara, demokratik və azad söz dayaqlarına quraraq davam etdiririk və etdirəcəyik də. Bundan əmin ola bilərsiniz. Sağ olun.